danışacaq. Gəlin görək nədir inklüziv təhsil. Siz bilirsiniz ki, təlimin təşkilinə verilən 9 tələb var. Bunlar bərabər imkan, dəstəkləyici mühit, təhsildə bərabər imkanların yaradılması, inkişaf yönümlülük və şəxsiyyət şagird yönümlülük və bunlar arasında da əlbəttə ki, bizim üçün çox vacib olan prinsiplərdən biri də məhz inklüziv təhsilin təmin olunmasıdır. Hörmətli tələbələr, inklüziv təhsil dedikdə biz bu günləri xüsusən nəyə diqqət eləməliyik? Bərabər imkanların yaradılması prinsipi ilə bu inklüziv təhsil prinsipi bir-birlərinə oxşuyur. Yəni bəzən görürsüz tələbələrimiz hətta bunu qarışdıra da bilər. Müəllimə, bunun hansı inklüzivdir, hansı bərabər imkandır? Biz o zaman deyirik ki, inklüziv təhsil və bərabər imkan əslində eyni mahiyyət verir, eyni. Ya testlərdə ola bilər ki, sizdə bunları ayrı versinlər, yəni belə deyək də, ikisi də eyni testdə düşmə variantı ehtimalı çox azdır. Amma tutaq ki, deyək ki, ikisi də eyni anda düşdü, o zaman biz baxacağıq oradakı situasiyanın tərkibinə. Baxın uşaqlar, bəzən inklüziv uşaqlar deyəndə biz burada müəyyən fərqli fiziki problem olan uşaqları nəzərə tuturuq. Bəli, bu belədir, amma bundan başqa da, məsələn, düşünmə geriliyi olan, danışma çətinliyi olan, öyrənmə çətinliyi olan, disleksiya problemi olan, və yaxud da belə deyək ki, fikrini ifadə etməkdə çətinlik çəkən, gec düşünən bir çox uşaqlar da var ki, məsələn, onlar gözlə görünən konkret sağlam uşaqlardır, amma müəyyən qədər təlimdə gerilikləri var, tam yaxşı başa düşmək qabiliyyətləri zəifdir, gec anlayırlar müəllimin onları anlatmaq istədiyi. Bax, onlar da inklüziv uşaqlardır. Ona görə də, əgər müəllim uşaqları hər hansı bir xüsusiyyətinə görə ayrı seçkili edirsə, inklüziyaya görə, biz bunu inklüzivin içərisi veririk. Bərabər imkanlarda isə hər hansı bir ayrı seçkilik, hər hansı bir zəmində deyil. Yəni, biz bu gün ilgi, dini, cinsi fərq olan sosial fərqlilikləri də biz adətən inklüziv təhsilin içərisinə veririk. Orada da yenə parametrlərə baxılmalıdır. Bəs bərabər imkan nə vaxt olacaq? Bərabərdə bir uşağı başqa uşağa qarşı qoymaq, bir qrupu başqa qrupa qarşı qoymaq maraq baxımından, bir problemi başqa problemlə qarşılaşdırmaq. Bax, bu iki qarşılıqlı belə deyək, mahiyyət olanda biz deyirik ki, bax, burada diqqət edin, burada artıq söhbət inklüziv təhsildən gedir. Bərabər imkanlardan gedir, üzr istəyirəm. Amma yenə deyirəm, o hər hansı bir problemi olan uşağı ayrı seçkili olar və ya olmaz. Bundan bəhs olunursa, biz orada birbaşa olaraq inklüziv təhsildən bəhs etməliyik. Ona görə də testlərdə də işləyəndə çox xahiş edirəm, diqqətli olasınız. Orada da biraz diqqətli olduğumuz zaman biz düzgün cavabları tapa bilirik. Bu günləri başlayaq birinci inklüzivdən qabaq metakognitiv bacarıqlara. Uşaqlar, metakognitiv bacarıqlar başqa şeydir, metakognitiv bilik başqa şeydir. Metakognitiv bilik, o bildiyiniz biliyin 4 növü var, faktoloji, konseptual, prosedural, meta odur. Amma metakognitiv bacarıqlar deyəndə biz burada 3 əsas bacarıqdan danışmalıyıq. Özünü monitorinq etmək, özünü tənzimləmə və özünü qiymətləndirmə. Yəni 3 dənə əsas burada biz növdən danışırıq. Özünü monitorinq, yəni monitorinq özü izləmə sözündəndir. Bax, sözlərə fikir verin, yaxın mənalı olan müşahidə etmək, agah olmaq, rəy vermək. Bax, bunlar özü aid olacaq, deməli, özünü monitorinqin içərisinə izləmə, bir şəxsi, bir hadisəni, bir prosesi müşahidə etmə, agah olma, rəy bunlara aiddir. Özünü tənzimləmədə isə məqsəd müəyyən edilmə, planlaşdırma, emosional tənzimləmə, uyğunlaşma aid edilir. Yəni, bu artıq prosesin gedişatında, uşaq dərsin gedişatında belə deyək ki, fəaliyyət göstərməsi, özünü tənzimləməsi, öz işini planlaşdırması ki, mən necə edə bilərəm ki, uğur qazanım, məqsədə çatım. Bunlar aid edilməlidir. Özünü qiymətləndirmədə isə qiymətlənmə və refleksiya məsələsi var. Yəni, uşaq burada özünü qiymətləndirir, mən nəyi yaxşı bilirəm, nəyi pis bilirəm və burada da refleksiya etmə bacarığı özünü göstərir. Yəni, monitorinqdə, belə deyək, monitorinq hissəsində biz xüsusən diqqət edəcəyik ki, metakognitiv bacarıqlar içərisində özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirmə xüsusi yer tutur. İnklüziv təhsil. Baxın, burada inklüziv təhsil haqqında maraqlı məlumatlar var. Deyir, sağlamlıq imkanı məhdudluğu, öyrənmə çətinliyi, irqi sosial mənsubiyyəti, dini, milliyyəti. Bax, görürsünüz, ayrı seçkiliklərlə bağlı mahiyyət burada verilibdir. Məhz bu ayrı seçkilik inklüziv təhsilin əsas xüsusiyyətinin göstəricisidir. İndi düşürsünüz aşağı. Deyir ki, bütün vətəndaşlar inklüziya, sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə adaptasiyası, cəmiyyətin bərabər hüquqlu, belə deyək ki, bir hissəsinə çevrilməsi məsələsini özündə əks etdirir. Və burada deyir ki, inklüziv təhsildə heç bir şəkildə uşaqlar arasında ayrı seçkilik olmamalıdır. Uşaqların fərdi ehtiyacları nəzərə alınmalıdır və inklüziv təhsil mühiti ədalətli və bərabər mühiti təmin etməlidir. Ayrı seçkilik olmamalıdır və burada xüsusən diqqət eləməlidir ki, ailə və sosial iştirakçılıq da, yəni başqalarının da bu tip təhsildə iştirakı təmin olunsun. Bəzən testlərdə görürük, yazır ki, inklüziv uşaqlar üçün ayrıca bir sinif açılmalıdır. Xeyr, inklüziv uşaqlar üçün müxtəlif proqramlarını tətbiq edir. Xeyr, sadəcə bu proqram elə hazırlanır ki, normal uşaqlarla bunlar bir yerdə oxuyurlar, bir sinifdə oxuyurlar, heterogen qruplardır, qarışıq qruplardır.
Sadəcə proqram elə hazırlanır ki, orada hər kəs nəzərə alınır. Hər kəs. Yəni orada heç kəsə qarşı xüsusi bir müsbət və ya mənfi mənada ayrıcalık ola bilməz. Bax, burada diqqətli olacaqsınız. İnklüziv təhsillə bağlı deməli aşağıdakı ideologiyalar var. Gəlin bir bunlara baxaq. Deyir ki, İnklüziv təhsil bütün insanlara eyni münasibəti təmin etməyə əsas götürür. Xüsusi təlim ehtiyacı olan uşaqlar üçün ümumi təhsil müəssisələrində, baxın, hamı ilə bir yerdə oxumaq şəraiti yaradılmalıdır. Sonra deyir ki, İnklüziv təhsilin prinsipləri. Bax, bu prinsipləri götürürsünüz. Deyir ki, insanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyil. Hər bir insan hiss etmə, düşünmə qabiliyyətinə malikdir. Hər kəs ünsiyyət hüququna malikdir. Bütün insanlar bir-birinə lazımlıdır. Həqiqi təhsil yalnız real münasibətlər kontekstində baş verə bilər. Bütün insanlara öz həmyaşıdlarının dəstəyi lazım. Bütün şagirdlərin inkişafı onların bilik bacarığından asılıdır. İnsanların müxtəlifliyi həyatın bütün sahələrinin inkişafını təmin etdirir. Baxın, burada biz bunu nəzərdə tuturuq ki, yəni bu tipli uşaqlar da sinifdə, indi əlbəttə burada fiziki problemi olan uşağın beyin olaraq normal bir uşaqsa, bu çox rahatlıqla adaptasiya olur. Çünki başa düşür, oxuyur, yazır, hər bir şey olduğu kimidir. Amma əlbəttə müəyyən bir problem olanda, amma uşaqlarda daha digər əqli problemlə bağlı belə deyək ki, problem olanda uzaq olsun deyə. Bu tip mahiyyətdə biz adətən nəyə götürürük? Biz bu tip mahiyyətdə adətən müəllimin uşaqlarda müxtəliflik və diferensiallaşmanı təmin etməklə bir sinifdə fərqli fəaliyyətləri həyata keçirməsini nəzərdə tuturuq. Və yaxud da eyni fəaliyyətin müxtəlif maraqları nəzərə altından keçirməsini nəzərdə tuturuq. Ona görə də bu tip siniflərdə də müəllimin üzərinə çox böyük işlər düşür. Ümumiyyətlə, inklüziv siniflərdə bu tip sinifdə oxuyan uşaqlarda özünə inam yüksək səviyyədə olur. Çünki orada dostları ilə, uşaqlarla, həmyaşıdları ilə ünsiyyət qururlar, dərs keçirlər. Sonra deyir ki, ünsiyyət bacarıqları inkişaf edir. Bundan əlavə, bütün uşaqlar öz icmalarının bir hissəsi ola bilirlər. Yəni öz olduqları, doğulduqları vətən, yerin, ölkənin vətəndaşı kimi, yaşadıqları rayon ərazisindəki bir insan kimi özlərini hiss edirlər. Öyrənmək üçün daha səmərəli imkanlar yaranır. Uğurlu inklüzivlik fərdin güclü tərəflərini üzə çıxardır. Valideynlərə məktəbə cəlb olmaq və övladın təhsili üçün müəllimlə əməkdaşlığa təşviq edir. Bax, bunlarda bir qədər diqqətli olarsınız. İndi keçdik. Bugün inklüziv təhsildə istifadə olunan bir dizayn modeli. Biz bu dizayn modelinə öyrənmək üçün universal dizayn modeli deyirik. Bu elə bir dizayndır ki, baxın, burada müəllim uşaqları cəlb etməli. Öyrənmək üçün deməli universal dizaynda təqdimat bacarıqlarını formalaşdırmalı və sonra fəaliyyətə təhrik etməlidir. Yəni inklüziv uşaqlarla sağlam uşaqlar hər kəsi bir yerdə dərsə cəlb edəcəksiniz. Sonra onları müxtəlif təqdimatlar hazırlamağa yönəldəcəksiniz. Daha çox layihə formatlı işlər görülür bunlarla və əlbəttə ki, fəaliyyət həyata keçirilməlidir. İndi burada da verib, məsələn, cəlb edilmədə müəllim uşaqların marağını oyatmaq üçün hansı yoldan istifadə edə bilər? Təqdimat hissəsində o hazırladıqları araşdırmaları hansı formada çatdıra bilərlər? Və fəaliyyət hissəsində biz necə öyrənə bilərik kimi suallar öz əksini tapır. Burada çalışmaq lazımdır ki, müəllim planlı olsun, uşaqları korporativ, yəni əməkdaşlıq şəraitində öyrənməyə cəlb etsin. Baxın, inklüziv təhsildə müəllimin peşəkarlığı çox vacibdir. Hətta, məsələn, bəzən tələbələrimiz deyir, müəllim, adi müəllim bu tip uşaqlara dərs keçə bilərmi? Xeyr, bu uşaqlar üçün də inklüziv sinifdəki uşaqlar üçün, həm normal, həm bu tip uşaqlar üçün müəllimlər xüsusi proqramla, belə deyək ki, hazırlıq görməlidirlər. Yəni, müəllimləri də bu hissəyə hazırlamaq lazım. Və müxtəlif qiymətləndirmə üsullarından da istifadə etmək, əlavə təlim materialları, adaptasiya olunmuş dərs tədris materialının da olması çox vacibdir. Yəni, dövlətin də burada inklüziv təhsil deyib keçmək olmaz ki, elə bunu müəllim etməlidir. Xeyr, buradakı bütün proqramlar, dərsliklər, dərs vəsaitləri, metodiki vəsaitlər məhz inklüziyanın nəzərə alınaraq hazırlanmalıdır. Başqa da bir şey yoxdur. İnklüziv təhsil haqqında da bunlar sizə kifayət etmiş olur, hörmətli tələbələrimiz. İndi bu hissələri planlaşdırmanla bərabər oxuyaraq diqqətdə saxlayırsınız və evə də planlaşdırmadan 20 dənə test verirəm. Təlim nəticəsinin çıxarılması daxil olmaqla öyrənirsiniz və testlərin izahı gələcək.